Ümumiyyətlə göbələk yeməyi çox qorxuludur da. Bilirsiniz ki, zəhərlənmə daha çox olur, amma insanlar göbələyi daha çox sevir. Onun tərkibində olan kalori nə kartofda var, nə kələmdə var, nə yox, elə hamında var. Babaların yemək, kələmin, kökün, nə bilim turpun hamısında kalori var, amma göbələk xüsusidir də. Göbələk xüsusidir. Deyir ki, göbələyi bişiririk, soyuducuya qoyuruq da. Deyir, onu ikinci dəfə içidib yemək olmaz. Yəni bir dəfə bişirdik, yedik, çalışaq ki, az bişirək. Yəni nə qədər yeyəcəksə, yeyəcəyimiz qədər bişirək ki, soyuducuya qoymayaq ki, səhər onu içidə yeyək. Görək niyə? Göbələk istilikdə zülal quruluşu pozulur. İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində yağ maddə təsiri yaradaraq narahatlığa səbəb olur. Təbii ki, ağrılar olur, mədə artıq həzm etmək istəmir. Quruluşu pozulmuş zülallar mədə ağrısı, ürək bulanma və qusmaya yol aça bilər. Ona görə də göbələk yeyəndə çox adamlar deyir ki, zəhərləndim, ay filan oldu. Göbələk yüksək su və zülal tərkibi olduğu üçün bişdikdən sonra tez xarab olur. Yenidən qızdırmaq mikrobların toksik təsirini artırır. Bişmiş göbələk otaq temperaturunda saxlandıqda qaralma və xarab olma sürətlənir. Qızdırma bu prosesi aktivləşdirərək zərərli maddələrin yaranmasına şərait yaradır göbələklərdə. Təhlükəsiz istifadə tövsiyələri: tək bir dəfəlik bişirin, yalnız həmin yemək üçün lazım olan qədərə yenə də mən deyirəm göbələk hazırlansın. Soyuducuya göbələyi qoymaq olmaz. Nə qədər yeyəcəksinizsə göbələyi o qədər bişirin.